Salam uşaqlar, xoş gördük sizləri. Bu gün sizinlə 5-ci sinif informatika dərsliyindən ilk mövzunun informasiya nədir mövzusunun izahına baxırıq. Uşaqlar, mövzunun girişində bizə belə bir suallar ünvanlanır. İnformasiya bizə nə üçün lazımdır? Uşaqlar, biz bilirik ki, informasiya bizim ətraf aləmdən aldığımız məlumatlar, radiodan eşitdiyimiz xəbərlər, televiziyadan gördüyümüz müxtəlif məlumatlardır. Yəni, informasiya bizim ətraf aləmdən aldığımız xəbər və ya məlumatdır. Deməli, informasiya bizə nə üçün lazımdır? İnformasiyanı almasaq həyatımız necə olar və informasiyanı hansı yollarla qəbul etmək olar? Uşaqlar, informasiya, məlumat olmasa biz həyatımızı, günümüzü, saatımızı planlaya bilmərik. İnformasiya almasaq həyatımız çox sıxıcı olar. İnformasiyanı müxtəlif yollarla almaq olar. İnformasiyanı 5 duyğu üzvümüz vasitəsilə qəbul edə bilirik. Gözümüz, qulağımız, burnumuz, dilimiz və dərimiz vasitəsilə. İnformasiyanın qəbul edilməsi. Verilmiş informasiyaları iş vərəqində yazın. Açar sözlərdən istifadə etməklə hər hansı informasiyanın yanında onun əldə etməyə mümkün yollarını göstərin. Uşaqlar, yağış yağır. Yağış yağırsa biz informasiyanı görə bilərik. Yağışın yağdığını görə bilərik. Yəni gözümüz vasitəsilə yağışın yağdığını görürük. Sonra qulağımız vasitəsilə yağışın yağma səsini eşidə bilərik. Eyni zamanda burnumuz vasitəsilə yağış yağarkən torpaqdan gələn qoxunu qəbul edə bilərik. Amma yağışın dadını ala bilmərik, düzdür? Hətta çöldə isə əgər yağışın altındayıqsa, o zaman yağış damcılarının dərimizə toxunmasını da hiss etmiş olarıq. Yəni yağışın yağmasından biz həm vizual, həm səs, həm taktil informasiya ala bilirik. Sonra krandan gələn qaynar su. Krandan qaynar su axırsa, biz onu vizual olaraq görə bilərik gözümüzdən. Çünki sudan buxar qalxır. Krana toxunmaqla onun isti olduğunu bilərik. Taktil informasiya almış olarıq. Qoxu almırıq buradan. Səs vasitəsilə suyun qaynar olduğunu müəyyənləşdirə bilmərik. Eyni zamanda dadına da baxa bilmərik. Yeməyin duzu yoxdur. Yeməyin duzsuz olmasını dilimiz vasitəsilə dadına baxmaqla müəyyənləşdirə bilərik. Başqa bir yolu yoxdur. Qapı döyülür. Qapının döyülməsini, qapının səsini eşidə bilərik və ya qapıya toxunsaq, qapı döyülürsə onu hiss edə bilərik. Taktil informasiya almış oluruq. Anam mətbəxdə qutab bişirir. Ana mətbəxdə yemək hazırlayırsa, biz onun qoxusunu ala bilərik burnumuz vasitəsilə. Anamızın mətbəxdə yemək bişirdiyini görə bilərik gözümüz vasitəsilə. Eyni zamanda oradan gələn səslərdən müəyyənləşdirə bilərik ki, anamız mətbəxdədir, amma onun qutab bişirdiyini gələn səsdən müəyyənləşdirmək biraz çətin olar. Eyni zamanda hiss etmək də, yəni taktil informasiya da yoxdur ananın qutab bişirməsində. Deməli, biz hansı açar sözlərdən istifadə etdik? Görmək, eşitmək, toxunmaq, iyləmək və dadmaq açar sözlərdən istifadə etmiş olduq. Nə üçün bütün informasiyaları eyni üsulla qəbul etmək olmur? Ona görə ki, uşaqlar bəzən bir duyğu üzvü bizə hər hansısa bir məlumat haqqında daha dolğun informasiya əldə etməyə imkan vermir. Ona görə də biz eyni zamanda bir neçə üsuldan istifadə etməklə də, bir neçə duyğu üzvündən istifadə etməklə də daha dolğun şəkildə, daha əhatəli informasiya almış oluruq. İnformasiyanın qəbul edilməsi üsulu nədən asılıdır? Təbii ki, informasiyanın növündən asılıdır. Bayaq sizə qeyd elədiyim kimi informasiyanın 5 duyğu üzvü vasitəsilə alınır. Göz, qulaq, burun, dil və dəri vasitəsilə. Göz vasitəsilə alınan informasiya vizual, qulaq vasitəsilə alınan informasiya səs, burun vasitəsilə alınan informasiya qoxu, dil vasitəsilə alınan informasiya dad və dəri vasitəsilə alınan informasiya isə taktil informasiya adlanır. Uşaqlar, deyək ki, insan qaranlıqda əşyanı gözlə görə bilməsə də, onu toxunmaqla əşyanın formasını, ölçüsünü, hazırlandığı material haqqında informasiya ala və onu tanıya bilir. Duyğu üzvlərinin verdiyi informasiya bəzən kifayət etmir. Buna görə də biz əlavə olaraq müxtəlif texniki cihazlardan istifadə edə bilirik. Nəyinsə ölçüsünü biz baxmaqla müəyyən qədər müəyyənləşdirə bilsək də, amma dəqiq şəkildə
Onu bilmək üçün təbii ki, xətkeşdən istifadə etməliyik. Eyni zamanda biz əlimizə aldığımız əşyanın çəkisini təqribi olaraq müəyyənləşdirsək də, dəqiq müəyyənləşdirmək üçün mütləq şəkildə tərəzidən, istiqamətimizi ölçmək üçün kompasdan, temperaturu ölçmək üçün termometrdən və səsi daha yaxşı eşitmək üçün teleskopdan və çox kiçik orqanizmləri görmək üçün mikroskopdan istifadə edirik. İnsanlar informasiyanı toplamaqla yanaşı onu saxlayır, dəyişdirir, emal edir və başqalarına ötürürlər. Bütün bunlar isə informasiya prosesləri adlanır. Deməli, informasiyanın toplanması, saxlanması, emal olunması və ötürülməsi prosesi informasiya prosesi adlanır. Eyni zamanda uşaqlar, sizə desələr ki, kompüter, informatika elmi nəyi öyrənir? İnformasiya və informasiya prosesləri haqqında elmdir informatika. Yaşadığımız dövrdə insanın informasiyanın toplanması, saxlanması, ötürülməsi, emalında istifadə olunan əsas qurğular da elə kompüterlərdir. Aşağıda tapşırıqlar verilib. Uşaqlar, həmin tapşırıqları evdə yazmağınızı istəyirəm. Aşağıdakı proseslər zamanı informasiyanın alınmasında hansı duyğu üzvləri iştirak edir? Toğrul kitab oxuyur, qatar yaxınlaşır, Nərgiz mürəbbə yeyir. Gəlin birincini deyim. Toğrul kitab oxuyursa, kitabdan vizual informasiya alır, deməli göz vasitəsilə alır informasiyanı. İkinci sual, teleskop, mikroskop və tərəzi hansı növ informasiyanı toplamağa kömək edir? Teleskop hansıdır, mikroskop hansıdır, tərəzi hansıdır? Alt-alta yazırsınız. Teleskop səs informasiyasını daha yaxşı toplamağa imkan verir. Digərlərini də siz özünüz qeyd edin. Üçüncü sual, aşağıdakı fikirlərdən hansı doğrudur? Duyğu üzvlərinin ətraf aləm haqqında bizə verdiyi informasiya həmişə düzgün olur. İnsan informasiyanı duyğu üzvləri vasitəsilə alır. Dördüncü sual belədir. Atalar sözünü izah et. 100 eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Bunu da siz özünüz axtarıb taparsınız. Bugünkü mövzumuzun izahı bu qədər. Sağ olun, dərslərimizi davamlı şəkildə izləməyi unutmayın.